Bugün 27 sentyabrda, anım günündə hərbi qurumlarda bu səfər ziyarət fərqli oldu. Keçən dəfə vətəndaşlarla görüşmədiyi üçün Zakir Həsənovu paylaşmışdıq. Paz yeritmişdik. Bu dəfə Zakir Həsənov vətəndaşlarla, qazilərlə görüşüb şəkil çəkdiribdi, şikayətlərini qeydə alıbdı. Axına keçən bizdən başqa pazlayan olmadı ha onu. Elçin Quliyev isə ikinci fəxri xiyabana gəlib, cəmaatı öz şəhidinin məzarının başından yığışdırıblar ki, İlham Əliyevin yeznəsi Fəxriyə Xələqovanın mamışını yalayan Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev gəlir, şəkil çəkdirəcək, məzarlıqları boşaldın, məzar başında olan məzar yaxınları, şəhid yaxınlarını oradan aralayın, Elçin Quliyev şəkil çəkdirəcək. Keçən və Elçin Quliyev yaxşı hərəkət elədik, burada təşəkkür elədik. Zakir Həsənov uğraşlıq elədi, bu dəfə tərsinə oldu. Zakir Həsənov yaxşı hərəkət elədi, Elçin Quliyev uğraşlıq elədi. Şəhidlərin yaxınlarını məzarlıqdan uzaqlaşdırdılar, sonra Elçin Quliyev şəkil çəkdirdi, şikayətçilərlə görüşüb, qaçaraq fəxri xiyabanı tərk elədi. Gəlin baxaq, bu deyən Zakir Həsənov, baxaq. Dünənki işinə görə nə eləmisən, bugünkü işinə görə Zakir Həsənov, vağzal süpürgəsi boyda bığ saxlayan Zakir Həsənov, Müdafiə Naziri Zakir Həsənov, qazilərlə, şəhid yaxınları ilə səmimi görüşdüyünə görə, şikayətlərini dinləyib qeydiyyata aldığına görə Zakir Həsənova təşəkkür edirəm. Keçən dəfə təşəkkür elədiyim Elçin Quliyevə isə şəhidləri məzarlarının başından aralayıb şəkil çəkdirib, sonra da qaçaraq, hörmətsizcə ziyarətə gəlib qaçdığına görə Elçin Quliyev səni doğan qancığın ölübsə coruna, sağdırsa döşün arasına eşşək soxsun. Sualım olacak, her şey çek. Bir şey, bu göt general var, bu qəhbə qomunun üzünü görüm, deyir ki, hər şeyi çəkməyin də, deyir, şəxsi sualdır da, deyir. Cındır oğlu cındır, bu kim idi bu qəhbənin sifətini görür. Bu generala deyin ki, general da nədir bilmirəm bu, amcıq əmənə deyin ki, bu amcıq əmənə, qabil gəlir ölkəyə, sənin ağzına verəcək. Buna deyin, buna. Göt oğlu göt deyir ki, hər şeyi çəkməyin də, şəxsi sual verir də. Gicdallah, sən Zakir Həsənovun götünün qurdusa, lazım olsa Müdafiə Naziri deyər ki, çəkilişə icazə verməyin. Ostura, məni kimi bir adam bu hərəkətə görə təşəkkür edirəmsə, deməli bu çəkilişi xalq görməlidir. Bu generalın rütbəsini soyunduracağım, arvadını Yekaterinaya döndərəcəyəm bu generalı. Elçin Quliyev isə qaça-qaça gəlib gedib. Baxaq görək.
Qaçır elə bir oğraş. Elə o qəhbən balasına baxın. Qəhbənin balası niyə qaçırsan sən Elçin Quluya? Bir şəhidin bir yaxınlaş bir üzünü sil, bir kədərlən, bir inan Allaha heç üzünə baxmır. Gülləri düzdü də qaçdı. Buna bax, qəhbənin balasına. Buna bax. Qaçdı, getdi, ona bax, getdi. Qaçır, bax, qaçır. Siz Allah buna baxın. Bu təzən yığmaya bunu. Ha, bunun arvadının ağzına soxasınız. Baxın. Baxın. Qaçdı, bax, qaçdı. Bir dənə bunların ziyarət eləmək qabiliyyəti yoxdur. Bunlar general, belə general olar ha. Belə general olar ha. İt sürüsüdür bunlar. Belə general olar. Bir ikisi burada şərəflidir, ikisi üçü belə. Hamısı it sürüsüdür.